Və sonra hədisin davamında Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, insanın namaza gedərkən və yaxud da müsəlmanın namaza gedərkən atdığı hər addım onun üçün bir sədəqədir. Yəni, namaza gedərkən insan atdığı hər addıma görə savab qazanır. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim gözəl şəkildə dəstəmaz alıb məscidə piyada gedərsə, atdığı hər addıma görə bir savab yazılar və bir günah da silinər. Və başqa bir hədisdə, İmam Müslimin rivayət elədiyi hədisdə məscidə gedəndə də və qaydanda da, məscidə namaza gedir, namazı qılır və qayıdır. Gedib qaydanda da atdığı hər addıma görə bu savabı qazanır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, məsciddə oturub namazı gözlədiyi müddətcə, nə qədər ki, namazda olmuş kimi savab yazılar ona və nə qədər ki, dəst namazı pozulmuyub, mələklər onun üçün dua edib deyərlər ki, Allahım onu bağışla, Allahım ona rəhm elə. Və məscidə gedib orada namazı cəmaatda qılmağın da öz fəziləti var. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, cəmaatda qılınan namaz kişinin tək qıldığı namazdan 25 dəfə daha xeyirlidir. Və səhabələrdən biri məsciddən uzaqda yaşayır, başqa səhabələr ona deyir ki, özünə bir minik alsan və yaxud da bir minik götürsən ki, məscidə gecə vaxtı gedəndə və yaxud da gündüz vaxtı istidə gedəndə, isti qumun üzərində gedəndə sənə kömək eləsin. O da deyir ki, xeyr, mən istəyirəm ki, məscidə gedəndə atdığım hər addıma görə savab qazanın. Peyğəmbər sallallahu aleyhi ve sellem ona deyir ki, Allah sənin üçün deyir, bunların hamısını cəm eləyib. Yəni, bütün bu savabları cəm eləyib.